tələbəm Ləman xanımla bugün şəhər daxil sürmə dərsimizdəyik. Ləman xanım, uzaq geniş bax, zəhmət olmasa sürətindən biraz al. Qırmızı ışığı görürsən. Bax, işıqforun o işığı var ha. İşıqforun işığın əvvəlcən gör təyinləməlisən ki, gəlib burada səhv tormozlama etməyəsin. Oldu? Ümumiyyətlə, avtomobil sürərkən yeni sürücülər, təcrübə sürücülərin elədiyi səhv nədir? Qarşısındakı maşının arxasına baxaraq sürürlər. Bu insanın yanıldır. Bax, birinci qızıl qayda nədir? Yadındadır, iş dərsimizdə öyrətmişdim sizə. Demişdim ki, gözümüz gördüyü qədər maksimum şəkildə uzağa və geniş baxmayaq. Bəli, bu maşına diqqət etməlisən. Amma və lakin ondan sonraki maşınlara diqqət elə, ondan daha sonraki maşınlara diqqət elə, uzaqda svetofor varsa işıqfora diqqət elə ki, sən hadisələri əvvəlcən qarşılaya biləsən, qabaqlaya biləsən. Oldu? Məsələn, bax, sürətlə gəldik, düzdürmü? Mən uzağa geniş baxdım, gördüm, qırmızı işıq yanır. Sən isə svetofora baxmadın, o avtomobilə baxaraq geldin, düzdür? Və sürətin gecikdin alınmağı. Hissə alma. Hə, tam dayanma olmaz. Amma hissə azaltmaq lazımdır ki, burada gəlib səhv tormozlama etməyək. Bugün maşallah sən çox qəşəng sürmüsən, çox bəyənmişəm sürüşünü. Əllərin də düzgün işləyir, əhsən sənə. Sağ üz bax, səni sıxa bilərlər sağdan. Sağdan zolaq daralacaq, sıxa bilərlər. Ona görə solunu yandır, keç sol zolağa. Aferin, söndür işığını. Qal zolaqda. Özünü necə istəyirsən? Allah gününüz olsun. Maşallah, çox yaxşı sürürsən. Uzağa geniş bax, nə görürsən uzaqda? Yaşıl daha sonraki işıqfordur. Ondan qabaqki qırmızını görürsən. Ay sağ ol. Ondan qabaq da qırmızı var. Ay sağ ol. Biz oraya gedənə kimi ola bilsin yaşlar çevrilə bilər o. Amma sən ehtiyatını indidən aldın, biraz sürətindən azaltdın ki, qarşıda səhv tormozlama etmək məcburiyyətinə qalmayasın. Bax, bizdən yaşlar çevrildi. Amma tələsmə qaz vermək, qarşımızı gözləməliyik ki, qarşı hərəkətə başlasın. İndi mən çəkiliş dayandırıram, amma dərsimiz davam edir. Uğurlar olsun.